Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Pythondan baxaq biləsinə bir sualımıza. Proqram fraqmentinin nəticəsini tapın. Deməli, burada nəyə fikir verirsiniz əsas? Deməli, 2 üstü 10, baxın, ulduz 10. Bunu bizə neçə verəcək? 1024. STR nə edir? Bunu sətrə çevirir. Dırnaq içərisində var, düzdür. Deməli, i-dəki nə edəcək? Hər dəfə həmin qiymətləri alacaq. Məsəl üçün, bir dəfə 1 alacaq, rəngi dəyişək bu dəfə. Tutalım ki, bir dəfə 1 alacaq, sonra 0-ı, sonra 2-ni, sonra 4-ü və s. Bu formada bu qiymətləri bir-bir alacaq i burada. Deməli, aldı məsəl üçün 1-i. 1-i alandan sonra nə edəcək? Onu int i çevirəcək deməli ədədə. Təzədən 0 aldı, onu da çevirəcək nəyə ədədə və s. və s. 2-ni, 4-ü və s. hamısını çevirir ədəd tipinə. Və çevirib qutarandan sonra mötərizə görürsünüz burada bağlanır. Deməli bir qarda bağlanır, burada bağlanır. Çevirib qutarandan sonra nə edir? Sum edir, hamısını cəmləyir. Deməli 1 plus 0 plus 2 plus 4. Bu da bizə neçə verəcək? 6 da 1, 7 verəcək. Cavabımız nə olacaq burada? C variantı 7. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videomu bəyənməyi, abunə olmayıb izləyənlər az da olsa video sizin köməyinizə çatırsa, zəhmət olmasa abunə olmağı unutmayın. Təşəkkürlər hər bir kəsə.